Rəhimov Zahid, Şuşa sakiniyəm, Şuşada doğulmuşam. Bir ildir köçmüşəm, Şuşaya köç eləmişik. Şuşa işğal olunanda 16 yaşım vardı, çox ağır vəziyyətdə çıxdıq buradan. Şükürlər olsun, 30 ildən sonra şəhidlərimizin hesabına, qazilərimizin hesabına qayıtdıq, prezidentimizin hesabına qayıtdıq Şuşaya. Bu işlə əlaqədar olaraq məşğulluğa müraciət elədik. Çox şükürlər olsun ki, qəbul elədilər FMG şirkətinə. Hal-hazırda burada işləyirik. FMG şirkətində texnik vəzifəsində işləyirəm. Burada olan bütün nasazlıqları aradan qaldırırıq. Şükürlər olsun ki, Şuşada yaşayıram, işimizdən çox razıyıq.